Okey, salamlar. Ümid edirəm kamera düşməyəcək yerə. Arxasında o qədər şey qoymuşam. Tripod olmayanda belə olur. Ümid edirəm işləriniz qaydasındadır. Bugün 1 fevral 2026-cı il. Olduğum məkan Luntara meşələri və danışacağım mövzu özün olmaq, maskalanmaq haqqında danışacağım. Saat 6-ya qalıb 15 dəqiqə və bura çox qaranlıqdır və mənim telefonumun işığı yanmır. Hətta telefonum özünün belə işləməyi möcüzəvi bir şeydir, çünki telefon qırıqdır. Eyb yox, yenə də SOD video çəkir, okeydir mənim üçün, çox önəmli deyil. Düzdür, keyfiyyət biraz pis olacaq izləyənlər üçün, amma yenə də yola vermiyorlar. Əsas mənim buradakı xarici görkəm keyfiyyəti deyil. Ümid edirəm fikirlərim, düşüncələrim və danışığım ən azından bir insanın həyatına toxunsa belə mükəmməl bir şeydir. Və insanın həyatına toxunmasa belə ən azından mənim özüm üçün mükəmməl bir şeydir ki, ən azından burada tam olaraq özüm oluram. Yəni əslində hər yerdə mən özüməm. Özümü çalışdığım qədər maskalamıram. Amma insanoğlunun təbiətində var. Bu mənim sözüm deyil. Bu böyük filosofların sözüdür ki, insanoğlunun təbiətində var maskalanmaq. Çünki biz maskalanmadan yaşaya bilmərik. Yəni maskalanmaq burada nəyə deyilir? Maskalanmaq burada pis məna kimi başa düşülmür. Yəni biz cəmiyyətə çıxırıq. Yəni biz ailəmizdə olduğumuz Rasimlə, cəmiyyətdə olduğumuz Rasim, iş ortamında olduğu Rasim, dostları ilə olduğu Rasim eyni deyil. Buna görə biz buna maskalanmaq deyirik. Okey. Buna görə biz buna maskalanmaq deyirik. Və insan sosial heyvandır. Bu mənim sözüm deyil, bunu artıq demişəm. Və biz cəmiyyətdə öz yerimizi qəbullandırmaq üçün maskalanırıq. İstəmədiyimiz bəzən insan oluruq. Bəzən istədiyimiz fikirləri bildirə bilmirik. Çünki qorxuruq ki, cəmiyyət bizi özündən qəbul etməz, özündən saymaz, bizi xaric edər. Amma həqiqətən həyatda özün olanda, özünü anlayanda böyük ehtimal ki, ya yalnız qalırsan və yaxud da digər insanlardan fərqli fikrin olanda, maskalanmayanda, buna belə deyək. Düzdür, günün axırında mən də bəzən maskalanıram, amma tam olaraq özün olanda, maskalanmayanda bu biraz daha fərqli olur hər mənada. Yəni bu ağac kimi. Bu ağacı burada durub çəkmənin mənası var, çünki ətrafda çox ağaclar var, amma buradakı ağac təkdir və çox mükəmməldir. Bilmirəm, indi burada nə qədər görsənir, nə qədər görsənmir bu keyfiyyətlə. Amma yəni, inanın ki, bəlkə də bu ağac özü olduğu üçün burada tək qalıb. Yəni. Çünki ətrafında çox ağaclar var. Amma bu burada təkdir. Günümüz, yəni 2026-cı il günümüzdə, yəni mən bu videonu çəkirəm 1 fevral 2026-cı ildə. Günümüzdə də maskalanmaq üçün vasitələr çoxdur insanlar üçün. Hətta mənim üçün belə. İnsan deyəndə mən bunu özümlə tuturam. Nəzər tuturam. İnsan deyimi, adam deyək. İnsanla adamın mənə görə fərqi var, ona görə deyirəm. Adamlar üçün çünki çoxdur. Maskalanmağa yer çoxdur. Maskalanmağa yer çoxdur deyərsən ki, Rasim nəyə nəzər tutursan? Maskalanmağa yer çoxdur deyərkən mən nəyə nəzər tuturam? Nəzərdə tutduğum şey sosial mediadır. Düzdür, mən özüm də sosial mediada varam. Çox da çalışıram ki, biraz uzaq durum. Amma sosial medianın mən çalışdığım qədər xeyirli tərəfini istifadə edirəm. Yəni, ən azından. Zərərli tərəfləri də bəzən qabıma çıxır. Və insanların həqiqətən də ən yaxşı maskalandığı yer sosial mediadır. Yəni, girib baxsaz hamının səhifəsinə, hamı maskalanıb, mən belə daxil, hamı mükəmməldir. Heç kim pis anısını, pis xəbərini paylaşmaq istəmir. Hamı gülmək istəyir,
hamı yalandan gülür, yalancı gülüşlər, yalancı dostluqlar, yalancı səmimiyyətlər. Yəni sosial media başım bunun üçün mükəmməl yerdir. Heç kim tam olaraq öz fikrini orada bildirmir. Yəni fikir bildirəndə belə əgər sən bir fikir bildirəndə belə fikirləşsən ki, insanlar nə deyəcək, insanlar nə fikirləşəcək, deməli o sənə fikrinə aid deyil. Yəni o sənin fikrindir, o insanların fikridir. Yəni ən belə fərqli fikir olsa belə, yəni özün olursansa və insanların fikrini fikirləşmirsənsə, bu nə fikirləşəcək, insanlar nə fikirləşəcək, insanların fikri nədir? Həqiqətən o həminki anda, həminki dəqiqədə özünsən. Amma yox ki, fikirləşəndə ki, bir şey demək istəyirsən, amma ondan qabaq fikirləşirsən ki, nəyi deyəcəm, artıq o sənin fikrin deyil. O insanların, cəmiyyətin fikridir. Və biz maskalanırıq, çünki özümüzü cəmiyyətdə göstərmək istəyirik. Hər mənada. Sosial mediada bunun ən gözəl örnəklərindən biridir. Yəni, hamı mükəmməldir sosial mediada. Hamı ən gözəl şəkillərini paylaşır. Mən belə. Yalancılıq çoxdur sosial mediada. Yəni, insanlar o qədər sosial mediadan hər şeyi həll edir ki, bəzən adamla sosial mediada danışırsan, okey, rol aparırsan, okey, bu sənin sosial media üzündür, bu da ola bilər. Mən də o demək deyil ki, mən burada danışıram və ya sosial mediada danışıram, hamı ilə elə olmalıyam, yox. Amma adamla danışırsan, sonra gedirsən görüşməyə, adam tamam fərqli birisi çıxır və sosial media o qədər həyatına girib ki, telefonu başından belə qaldırmır. Yəni başını bir qaldırıb bir həyata baxmır. Yəni bir bax, gör. Həyatda yəni gəlmişəm yanında dayanmışam, amma sən yenə sosial media ilə maraqlanırsan. Yəni onda ta elə bütün gün sosial media yataqda, yəni bunun da bir mənası da yoxdur. Bu belə. Sosial medianı qoyduq qırağa. Amma bu o demək deyil ki, sosial media pis bir şeydir. Sosial media sizin istifadə qaydanızdan asılıdır. Əgər siz bütün gün oturub boş Azərbaycan mimləri var. Bəzən gülməli olur, düzdür, amma bəzən ağı çıxır. Çünki siz nəsinizsə, sizin kəşfiyyətiniz olacaq. Sizin fikirləriniz, nədirsə kəşfiyyətiniz olacaq. Mən hətta inanırsınız, bəlkə inandırıcı gəlməz, amma mən bir dəfə bir telefon haqqında fikirləşirdim. Fikrimdə heç axtarış falan verməmişdim. 5 dəqiqə sonra mənim qabağıma çıxdı. Yəni çevirərkən səhifəni, sosial mediada gəzinərkən qabağıma çıxdı. Yəni bu belə, yəni o qədər bizim ağlımızı oxuyurlar ki, sözün əsl mənasında. Yəni bu pik həddidir də, yəni sosial medianın pik həddidir. Və məncə bu günlərdə bizim ümumiyyətlə cəmiyyətin olsun, insanlığın olsun, həqiqi insanlara ehtiyacı var. Maskalanmış, yəni 100 dənə kişiliyi olan insan deyil. Kişilik burada mən deyərkən şəxsiyyət forması deyirəm. Yəni bir adamın indi yəqin ki, fikrimi tam izah edə biləcəm və tam başa düşülən olacaq. Yəni bir adamın okey, 2-3 dənə yəni kişiliyi ola bilər, fərqli bir cəmiyyətdə, fərqli bir çevrədə. Məsələn, mən deyək ailəmlə olduğum kimi, əlbəttə dostlarımla deyiləm və yaxud da ki, fərqli bir, bu tamamilə normal bir şeydir və yaxud işdəki olduğu kimi deyiləm. Amma bunu ağlını çıxardanda bu şizofreniyadır mənim üçün. Yəni elə adamlar var, baxırsan ki, okey də, yəni bu adam xasiyyəti fərqlidir, amma elə bir yerdə elə bir rol aparır, elə bir maskalanır ki, yəni baxırsan ki, uydu, yəni halal olsun. Yəni onda bilirəm ki, yəni insanoğlunun təbiətində maskalamaq və aktyorluq var. Çox yaxşı var. Çünki bizə bu uşaqlıqdan öyrədilir. Valideynlərimiz tərəfindən, sosial cəmiyyət tərəfindən, ümumiyyətlə cəmiyyət tərəfindən. Çünki biz uşaqlıqdan belə ağlı varlıq, hətta mən özüm belə, nəyə görə? Çünki mən uşaq vaxtı mənə deyilənə görə, mənim yadımda deyil, bir şey istəyərkən ondan əl çəkmirdim və ağlayırdım, ayağımı diriyirdim yerə ki, yox, bunu almamış, mən getməyəcəm. Və həminki anda belə mən maskalanıram, həminki anda belə mən aktyorluq eləyirəm. Ağlayıram, zırlayıram. İndiki günün uşaqları belə 5 dəqiqə əlindən telefonu al, gör necə maskalıq eləyir, gör necə aktyorluq eləyir, maskalanır. Halbuki onu ağlamaq istəmir. Halbuki onun ayağına hər hansı bir zərb dəyməyib, halbuki onun ayağı yanmayıb və ya da başqa bir şey başına gəlməyib. Amma qəşəng aktyorluq bacarırıq. Bu bizim təbiətimizdə var. Mən elə fikirləşirəm. Bütün hamının.
Kim deyəsə ki, yox qaqaş, mən belədir, sən səhv danışırsan. Yox, belədir, elədir. Qəbul eləmirəm. Mənə keçmir. Yəni, insanın təbiətində var. Buna istəyirsən Adəm oğlu denən, istəyirsən Adəm oğlu demə, sivilizasiya denən, hər nəysə, bu insan varlığının təbiətində var. Və ən yaxşı maskalanla, nəinki insan olun, hətta bəzi heyvanlarda belə var. Özünü aktyorluğa vururlar, özünü belə ölü kimi aparırlar və ölü kimi aparandan sonra onun şikarı yaxınlaşır və birdən ayağa qalxır və yeyir, udur. Yəni, nəinki bizdə, hətta heyvanlarda belə var. Yəni, bu təbiətimizdə var, amma bacardığımız qədər, bu mənim fikrimdir, bacardığımız qədər əlbəttə ki, cəmiyyətdə sosial bir yerdə öz yerimizi tutmaq üçün bundan istifadə edirik, amma məncə bunun dozajını qaçırmaq lazım deyil. Çünki günün sonunda məncə bizim cəmiyyətin və bizim insanların və ümumiyyətlə dünyanın özəl birilərinə, fərqli birilərinə ehtiyacı var. Çünki bir yerə gedəndə hamı eyni cür olanda, düşüncə tərzi olsun, hətta geyimləri belə olsun, hətta bir fikirləri belə olsun, dünyaya baxış açısı belə olsun, hamı eyni cürdürsə, sən orada sözün əsl mənasını nə inkişaf edə bilərsən, söhbət nə bir özvü, bir open, bir mind'ı bir aça bilərsən dünyaya, nə bilim, yəni sözün əsl mənasında. Məsələn, mən deyək ki, deyərkən onsuz da gəlmişəm, başqa ölkədən gəlmişəm, harası başqa ölkəyə. Baxırsan burada, insanlar tamam fərqlidir, düşüncə tərzləri tamam fərqlidir. Baxırsan, okey, bunların düşüncə tərzləri mənə uyur, yoxsa uymur. Əgər o düşüncələr sənə uyursa, okey, bomba kimidir. Amma sən, yəni, bir yerdə qalsan ömür boyu, yəni, sən elə bilərsən ki, ən düz oradır. Ən düz oradır. Yəni, indi hazır, yəni 20-ci əsrdə belə meşədə yaşayan insanlar var. Onlara görə dünya oradır. Amma dünya o deyil. Dünya daha genişdir. Və sən bir çevrədə qaldıqda sən oranın şeylərini götürürsən, oranın mentaliteti, oranın davranış tərzləri və günümüzdə həqiqətən maskalanmamış insanlara ehtiyacımız var, fərqli insanlara ehtiyacımız var. Fərqli demək bu o demək deyil ki, özünü fərqli aparmalısan. Fərqli olmaq məncə elə bir şey deyil. Fərqli olmaq özün olub seçilməkdir. Yəni, məsəl üçün, hamı məsəl üçün, belə bir şey şalvar geyinirdi. O demək deyil, sən elə şalvar geyinməlisən. Yəni, və yaxud da mən elə şalvar geyinməliyəm. Onsuz da mən elə şalvar geyinmirəm. Ürəyim istədiyim kimi geyinirəm, ürəyim istədiyim kimi şalvar geyinirəm, məsəl üçün. Və geyinəcəm də, mən məsəl üçün, deyək, bir yerə gedəndə ürəyim istədiyim kimi bığ saxlayıram, məsəl üçün. Yəni, bir yerə gedəndə hamı eynidir, hamı %100 belə, sanki bir marketə girirsən, marketdə sanki bir hər hansı bir ərzaq yerinə yaxınlaşdı. O ərzaqlar olur, düppədüz, hamısı eyni, tap düzülüb. İndiki insanlar da sanki bəzi yerlərə girsən, hamı belə düppədüzdür. Fikirlər düzdür, hər bir şey düzdür. Amma problem də ondadır ki, insanlar qorxur fərqli olmağa, özü olmağa, maskalanmamağa qorxur. Çünki cəmiyyət tərəfindən sən itilirsən. Cəmiyyət tərəfindən sən dışlanırsan, yəni sözün açığı. Cəmiyyət tərəfindən sən qəbullanmırsan. Cəmiyyət deyir ki, bu fərqlidir, bu fərqli düşünür. Davay, bunu yandıraq, bunu öldürək. Amma heç elə deyil. Mənim öz başıma yəni bir şey deyəcəm sizə. Öz həyatımdan çox məlumat verməyə xoşlamıram sözün açığında, amma burada özüm olduğum üçün, özümlə danışdığım üçün, özümdən məlumat verməliyəm, ən azından öz gördüyümdən, öz həyatımda başıma gələn hadisələrini deyəcəm. Mənim bir gün başıma bir problem gəldi və mən belə deyim, dava elədim, 3-4 adamla deyək, mən tək idim, döyüldüm. Əlbəttə ki, yəni bir dünya səviyyə boksçusu olmadığım üçün döyülməm normaldır, amma ən azından bir şey elədim, yəni ən azından boş qalmadım. Və döyüldüm və həminki vaxtda mən hamının fərqli dediyi və dışladığı bir insana dedim ki, mənə kömək edə bilərsənmi? Və o adam həqiqətən də qapısı mənə açdı. Və o qapısını açmaqla təkcə öz qapısını yox, yəni hər bir şeyini açdı mənə. Və hamının dışladığı, bu belədir, bu biraz bizdən fərqlidir, bu biraz fərqli düşünür, bu biraz fərqli geyinir dediyi insan, o hamı kimi eyni olan insanlardan mənə görə daha üstün oldu. Və mən indisində belə onun hörmətini saxlamalı çalışıram, bacardığım qədər. Çünki o cəmiyyətin pislədiyi insan mənə bir
ən belə kömək olunacaq vaxt, kömək ehtiyacım olduğu vaxtda mənə dəstək durdu. Bu mənim üçün böyük bir şeydir. Və o insan mən təbrik edirəm, çünki cəmiyyətdə nə qədər fərqli olsa belə, cəmiyyətdə müəyyən qədər bəlkə dışlansa belə, dışlanmır normalda, amma dışlansa belə, yenə də o adam mənim üçün çox böyük birisidir. Və o adam həqiqətən də nəinki mənim üçün, cəmiyyət üçün mükəmməl birisidir. Çünki özüdür. Özü olmağa çalışır. Başqaları kimi, cəmiyyət kimi olmağa çalışmır. Prinsipi var, standartları var, özünün həyatı var. Və inanın ki, sən fərqlisən, sən beləsən, sən buna fikirlərdir deyən insanların 100 il sonra olmayacaqlar. Mən də olmayacağam, siz də olmayacaqsınız. Ona görə yəni bu qədər sıxmağa ehtiyac yoxdur. Bəzən özümüz olmaq belə yetərlidir bizə. Cəmiyyəti də bu qədər düşünüb, ay bu fərqlidir, ay mən bunu etsən fərqli görsənər deyə düşünməyə ehtiyac yoxdur. Mənim fikrim budur. Mənmi cəmiyyətdə çox fikirləşməmişəm. Mən də cəmiyyətdə əvvəllər çox fikirləşmişəm. Mentalitetlə, digər şeylərlə getmişəm. Bunun pis olduğunu belə demirəm, amma yaxşı olduğunu da demirəm. Məndən bu qədər. Özünüzə yaxşı baxın. Gələn səfər görüşərik, qismət olsa.